Kardeş, birincisi Peygamber sallallahu aleyhi ve sellemin dövründe sələfi olmayıb sözü çok boş sözdür. Niye? Boş ödəlisiz sözdür. Sələf birincisi ne demektir? Bunu səni yazan adam sələfin ne demek olduğunu bilmir kardeş. Önce sələfin mənasını öyrənsin. Yəni, sələflə Abdullah ne alaka? Allahu Akbar. Nəyi qarışdırırlar? Allahu Akbar. Özləri araşdırmırlar. Oradan buradan eşidirlər bir iki dənə söz. O soruşsan ömründə belki de bir dənə kitabı baştan sona kim oxumayıb. Ancaq ondan bundan eşidib gəlib ağzına gələni deyir. Sələf öncə gedənlər, numuna götürülənlər əcdad mənasındadır. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun ashabı elə bizim sələfimizdir. Onların özü elə sələf olublar, qardaş. Bəli, onların özü elə sələf olublar. Onların özü elə bizim əcdadımız olublar. Bizim gəlib keçmişlərimiz olublar. Bizim numuna götürdüklərimiz olublar. Sələf bu deməkdir zaten. Allahu Akbar. Peygamber sallallahu aleyhi ve sellem Sahih Müslim'in 2450. hadisinde hanım kızı Fatıma radiyallahu anhuma anamıza deyir ki, mən sənin üçün necə də gözəl sələfəm deyir. Ərəbcədən sələf kəlməsi keçir orada. Yəni mən sənin üçün necə də gözəl gəlib keçmişəm, necə də gözəl bir əcdadam. Yəni necə də gözəl bir numuna götürüləsi bir şəxsəm deyir. Subhanallah. Qaldı ki bu yenə deyir ki, o dövrdə əhl-i sünnət olmayıb. Sünnə yol deməkdir. Sünnə qayda qanun deməkdir. Allahu Akbar. Allah subhanahu ve teala İsra suresinin 77. ayetinde buyurur ki sünnete men kad erselne qableke min rasulina ve la tecidu li sünnetine tehvila. Bak da gittiler. Sünnete men kad erselne qableke min rasulina ve la tecidu li sünnetine. Bak li sünnetine tehvila. Ne diyor Allah subhanahu ve teala? Diyor ki sen bizim kaydı kanunlarımızda hiçbir teşvik olmazsan diyor. Yani İsra 77'deki sünnete, sünnet Allah'ın qayda qanunudur. Allah'ın qayda qanunu bize kim öyrədir qardaş? Nisa 59'a göre, 65'e göre ve həmçinin 80. ayete göre ve həmçinin de Həşr 7'ye göre ve Ahzab suresi Ahzab suresine göre ve Nisa suresi 150 ve 151'e göre Subhanallah. Bize Resul öyrədir Allah subhanahu wa ta'nın qayda qanunlarını Peygamber sallallahu aleyhi ve sellem öyrədir. Deməli indi biz Peygamberin sünnətinə, Peygamberin yoluna tabi olanda elə Allah'ın yoluna tabi olmuş oluruq. Biz elə Peygamberin sünnəsi deyəndə əhli sünnə, yəni sünnət əhli. Kimin sünnətinin əhli? Peygamberin sünnətinin əhli. Peygamber kimin sünnətinin əhli idi? Allah'ın. İsra 77. Nisa 59, Nisa 65, Nisa 80. Allah'a Peygamberə itaat edir. Nədə itaat edeyim? Allah'ın qayda qanunlarında. Deməli mən əhl-i sünnəyəm deyəndə, mən sünnət əhliyəm deyəndə və nəzərə tutduğum da Peygamber sallallahu aleyhi və səlləmin yoludursa, Peygamber sallallahu aleyhi və səlləmin qayda qanunudursa, onun qayda qanunu da birbaşa Allah'ındırsa, deməli mən bu şiyələr ki deyirlər ki, şiyəlik haqdır, məqamdır, o zaman mən birbaşa mən daha çox mənim haqqım var, mən deyəm ki, əhl-i sünnət haqdır. Çünki sünnə ilə birbaşa Allah'a bağlanır. Yani bunu çok uzun danışmaq olar. Bu barədə kimsə danışmaq istəyirsə, yalnız Quran üzərindən elmi olan Quran üzərindən. Bismillah. O öz aqidəsini sübut eləsin Quranla, mən də öz aqidəmi sübut eləyim Quranla. Salam aleykum əziz müsəlmanlar. Deməli dostlar, mənə bu videonu atdılar, özünüz də izlədiniz. Bu Mücahid Qafqazı mən şəxsən tanımıram, amma bir neçə dəfə olubdur ki, videolarını atıblar. Bir dəfə də bir canlıda belə görüşmüşük, bir dəfə olubdur. Yəni, nəyi demək istəyirəm? Bu insanın bir metodu var. Bu metod bundan ibarətdir ki, canlılara qoşular, işiyə canlılarına suallar hazırlayar, qəfil sualları verər və qayd eləyər, onu da paylaşar. Və orada da bəh qardaş məğlub elədi və s. və s. Yəni, bu onun belə deyək, stilidir. Stilidir ki, yəni belə kayıtlar edib paylaşır və sələflər də onu tərifləyir, belə deyək, vəhhabilər. Və burada videonu da izlədiniz, axırda deyir ki, mən yəni özünə güvənən şiə varsa gəlsin mənimlə debat eləsin. Yəni əvvəla onu demək istəyirəm ki, bu Mücahid Qafqaz sənlə debat vaxt itkisidir. Elə sadəcə bir misal çəkəcəm. Kərbəlayı Teymur qardaş var. Bir talış qardaşdır, yaxşı elmli qardaşdır. Ərəbcəni də bilir və sən ki bir söhbət eləmişdin, hansı ki Kərbəlayı qardaşda
sənin elə öz kitabından ərəbcə mətni təqdim elədi, oxudu, tərcümə elədi və dedi ki, sən özün öz kitabınızdan xəbəriniz yoxdur və özdə yarımçıq mətni deyirsən və sübut elədi. Yəni səninlə nə debat olacaqdı ki? Səninki odur ki, girəsən, qayd eləyəsən, qoşulasan, qəfil qayd eləyəsən və paylaşasan və sənə orada tərif gələ. Yəni səninlə debat vaxt itkisidir. Səninlə debat və sənin kimi düşüncədə olanlarla debat vaxt itkisidir. Debatı o kəsinlə eləyərlər ki, həqiqətən də şərt qoyasan, qəbul eləyəcəkdirsə, hə. Və dəfələrlə olubdur ki, yəni vəhabilərlə mən söhbət eləmişəm, oturmuşuq, danışmışıq, deyib ki, bəli, qəbul eləyəcəm, amma sübut eləmişəm, qəbul eləməyiblər. Düzdür, qəbul eləyənlər olubdur, əlhəmdülillah, indiyənə kimi 4 vəhabini hidayət eləmişəm, o başqa, 20 dənə də əhl-i sünnəni. Amma çoxu iman gətirməz, çoxu qəbul eləməz. Ona görə də vaxt itkisidir. İndi gələk bu məsələyə, bu sələfi salih məsələsinə. Hətta bir dəfə dostlar mənə bir yazı da atmışdılar ki, bax, mənim bu sələfi salihi sizin kitabınızdan da gətirirlər. Bəs buna biz nə deyək, vəhabilərə nə deyək? Əvvəla onların o çoxdankı metodudur ki, neysə kəsib yarımçıq qoymaq və eyni ilə də burada indi hansısa savadsız gəlib səndən söhbət edib, ay Mücahid Qafqaz, kimsə indi bilər, vəhabilərin hamısı savadlıdır. Savadlı olan zaten vəhab olmazdı ki. Yəni kimsə bilər, kimsə bilməz, kimsə nəysə deyibdir, tutmuşsan indi o kəlmədən və burada yəni paylaşım eləmişsən. İndi gələk bu sələfi salih məsələsinə və çox deyirsən ki, yəni bu sələfi salih bizik və s. Sünni bizik. Artıq bir qərar verin, sünnüsüz yoxsa sələfisiz, yəni artıq bir qərar vermək vaxtıdır, amma əslində elə vəhabisiz. İndi gələk bu məsələyə, hansı ki bu sələfi salih məsələsi. Birinci öz hədisimizdən misal çəkəcəm və özün də misal çəkdin. Əslində o sənin o misal çəkməyin sənin özünü vuracaqdır. Çünki bizdə də ona oxşar hədis var, sənin özünü vuracaqdır. Hansı ki Peyğəmbər özü deyir ki, ən gözəl sələf mənəm. Qızı Fatiməyə deyir. Peyğəmbər bunu deyirsə, sən Müslümdən, səhih Müslümdən gətirirsənsə bunu, elə bu özü sübutdur ki, sələf kimdir? Peyğəmbərdən 700 il sonra, hansı ki sizin əqidənizin təməl prinsipini həyata keçirmək istəyən İbn Teymiyyə necə sələf ola bilər, 700 il sonra yaşayıb? Və yaxud da əqidənizin əsasını qoyan, cəryanın əsasını qoyan Məhəmməd ibn Əbdülvahab 1000 il sonra yaşayıb. Bu necə sələf ola bilər ki? Sələf özün də deyirsən ki, yəni əvvəlki nəsil, keçmiş nəsildir. Bu Məhəmməd ibn Əbdülvahab, İbn Teymiyyə Peyğəmbərdən 700 il, 1000 il sonra yaşamışdı. Bu necə keçmiş sələf ola bilər ki? Hansı ki sizin etiqadınız, prinsipiniz bunların kitabları əsasındadır. Sünni ilə də bir əlaqəniz yoxdur. Elə orada da misal çəksən, sünnə və s. Bəli, sünnə Quranda var, amma həqiqi sünnə kimdir? Peyğəmbər və onun əhl-i beytidir. Yəni bunun sizlə nə əlaqəsi var? Bu bir. İkincisi, bizim kitabda gələn, məsələn, Əl-Kəfidə Kitab-əl cənazə mərasimi, yəni o hədis nömrə 4327-də belə bir dənə hədis var. Bir nəfər əhl-i beyti sevənlərdən nə olur? Onun canını alma, artıq can vermə vaxtı gəlir və Peyğəmbər ölüm mələyinə və Əmirəl-Müminin əleyhissalama deyir ki, bu sizi sevənlərdəndir. Üzr istəyirəm, Cəbrail əleyhissalama deyir ki, bu əhl-i beyti sevənlərdəndir, yəni sizi sevənlərdəndir, bizi sevənlərdəndir. Cəbrail əleyhissalama deyir ki, ölüm mələyinə denən onun canını rahat alsın, o əhl-i beyti sevənlərdəndir. İndi baxın, lazım olan hissəni oxuyacağım. Ölüm mələyi, yəni həmən kəsə yaxınlaşaraq deyər, ey Allahın bəndəsi, sən qurtuluş sənədini götürdünmü? Təhlükəsizliyin zəmanətini aldınmı? Dünyada ikən ən böyük qoruyucu vasitəyə bağlandınmı? Allah həmin insana müvəffəqiyyət verər və o cavab verər, bəli, ölüm mələyi deyər. O nədir? O deyər, Əli ibn Əbi Talibin vilayəti. Ölüm mələyi deyər, doğru dedin, qorxduğun şeydən Allah səni amanda saxladı və ümid etdiyin şeyə artıq yetişdin. Səni müjdələyirəm ki, sənə Peyğəmbərin, Əlinin və Fatimənin də
olduğu salih sələflərlə, bizlərlə olmaq nəsib olacaqdır. Əl-Kəfi, Kitab-əl Cənaiz, hədis 4327. İndi sən özün də Müslimdən gətirdin. Burada söhbət Peyğəmbər deyir ki, ən gözəl sələf mənəm, mənim əhl-i beytimdir və bizim əqidəyə görə itaətkar sahabələrdir. Amma sizin əqidəyə görə sələf sahabələrdir, tabeindir və tabeini görənlərdir. Bu sahabələrin içində Quran özü təsdiqləyir, döyüşdən qaçanlar olubdur, eyni zamanda səhih hədislərinizdə gəlir, zina edənlər olubdur, adam öldürənlər olubdur və s. və s. Nətər bütün sahabələr hamısı sələf ola bilər ki? Bu tamamilə yanlış bir şeydir və sünnə ilə sizin Allahın sünnəti ilə, sünnətullahla nə əlaqəniz var ki, 1000 il sonra, 700 il sonra yaranmış bir məsələlərdir bunlar. İbn Teymiyyənin ümumiyyətlə həqiqi sünnə ilə nə işi var ki? Siz, bəli, sələfsiz, amma kimin sələfi? İndi deyəcəm. Bəzən bizə irad gətirirlər ki, Quranda şiə sözü mənfi anlamda keçir, amma hansı ki, dəfələrlə demişik, hansı ki, Saffat surəsi 83-cü ayədə Bismillahirrahmanirrahim və innə min şiyyətihi lə İbrahim. İbrahim onun şiyələrindəndir, Nuhun şiyələrindəndir. Peyğəmbərlər bir-birlərinin şiyəsidir, davamçısıdır, ardıcılıdır. Və Əmir-əl-Muminin əleyhissalam da Peyğəmbərin davamçısıdır və bizlər də Həzrət Əlinin davamçısıyıq. Hansı ki, elə Peyğəmbərin həqiqi sünnəsi budur, sələf salih bunlardır. Eyni zamanda Musa əleyhissalamın şiyəsi məsələsi Qəsas surəsi 15-ci ayədə gəlir. Yəni, amma siz kimin sələfisiz? Quran deyir, Fironun sələfi. Baxın, Bismillahirrahmanirrahim, Zuhru surəsi 56-cı ayədə Fəcəəlnəhum sələfə və məsələn lil-əxirin və onları sonradan gələnlərə, gəlib keçmiş sələflərə, və ibrət dərsi verdik. Neynədilər? Fironu çayda batırdılar və onun ardıcıllarını, tərəfdarları hansı ki, Allah misal çəkir oradakı, keçmişdə bunu göstərdi ki, nümunə götürsün gələcək. Bax, burada da həmən o sələf sözü keçir ki, Fironun sələfləri. Yəni, bax, siz bu Fironun ardıcıllarısınız. Sizin həqiqi sünnə ilə və yaxud da Peyğəmbərin əhl-i beyti ilə bir əlaqəniz yoxdur. Yəni, indi kimisə tutursan söhbətə, neyinirsən, nağayırsan, bir zəifin birini tutursan və belə deyək, suallar versən, indi hamı savadlı deyil ki, savadsız olan da var və onu paylaşırsan, elə bilirsən ki, sizin yol haqq yoldur. Amma hamı da bilir ki, Peyğəmbər deyir, haqq əli ilə, əli haqqla, əli hara getsə, haqq oradadır. Məsələ aydındır. Əqidənizdə şübhə eləməyin və bilin, Peyğəmbərdən sonra haqq yolu əli yoludur. Qiyamətə kimi, ya əli.